Salam, hər vaxtınız xeyir olsun, səhifəmin əziz izləyiciləri. Bugün bir il bundan qabaq etdiyim bir texnika təsadüfən qarşıma çıxdı və özünü mənə xatırlatdı və mən həmən qərar verdim ki, bunu səhifəmin izləyiciləri ilə paylaşmalıyam. Bir il bundan qabaq mən bu texnika üçün niyyət qoydum və bu dəftərə, bu vərəqə maşınımı aldığım üçün sənə sonsuz şükürlər olsun Allahım deyə yazdım. Artıq olmuş kimi şükür edərək başladım cümləyə. 3 dəfə oldu yazdım çünki möhürlədim fikrimi və burada mən rəqəmlərin enerjisindən istifadə etmişəm. Bəzi insanlar bunu başqa cür başa düşür, düzgün olmayan fikirlər yazırlar. Amma rəqəmləri də, hərfləri də insanlara bəxş edən Allahdır. Hər birimiz rəqəmlərdən və hərflərdən istifadə edərək həyatımızı sürdürürük. Quranımızda belə ayələrimizin, surələrimizin nömrələri, sayları var. Peyğəmbərlərimizin, imamlarımızın sayı, doğum tarixləri, şəhadət tarixləri hamısı rəqəmlərdən ibarətdir, düzdürmü? Rəqəmlərin özlərinin sehirli bir enerjisi var. Və bu texnikada mən, bu maşın Allah tərəfindən mənə qismət oldu. İnanın ki, 21 günü belə tamamlamadan, baxın, bu maşın gəldi mənə. Bunu mənə Allahım verdi. Niyə görə verdi? Çünki inanaraq, şükür edərək ondan bunu istədim. Texnikanın məqsədi nə? Burada birinci, rəqəmlərin pul enerjisindən istifadə etmişik. 21 gün ərzində, gündə bir dəfə, 21 dəfə 5-0 yazırıq. Bunu mən götür günlərlə yazmışam. Sadəcə olaraq birinci niyyətimizi yazırıq, təşəkkürümüzü, şükürlərimizi edirik. Mühürləyirik, 3 dəfə oldu. 5-0 pul enerjisidir, 7-7-7 möcüzə enerjisidir. Biz burada sonsuzluq tarixi çəkmişdik. Yəni bizdən çıxıb bizə qayıdır niyyətlərimiz. Və 21 dənə rəqəm yazırıq, nömrələyirik və gündə bir dəfə 21 dənə olmaq şərti ilə 5-0 yazırıq və bunu bir dəfə edirik gündə. Bugün yazdıq, sabah, birisi gün, o biri gün belə 21 günü tamamlayırıq və inanın mənə ki, ilk yazdığınız günlərdən belə evinizdə bərəkətin ruzunun artdığını görəcəksiniz. Yəni bunu əminliklə sizə deyirəm. Bu texnikadan istifadə edin. Xeyrini görən hər bir kəsnə rəylərdə görüşlərik inşallah.